Salam, hər vaxtınız xeyir. Kimyəvi reaksiyaların təsnifatı istilik effekti bölməsindən reaksiyanın istilik effekti, əmələ gəlmə, yanma istiliyi başlığı ilə davam edirik. Bu testlərə başlamamışdan əvvəl biz Bakı şəhərində Əcəm metro stansiyasının yaxınlığında hazırlıq keçirik. Masazırda, Qurtuluş 93-də, Xırdalanda, bir də onlayn hazırlıqlarımız var. Onun üçün 070 271 78 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Burada reaksiyanın istilik effekti, əmələ gəlmə və yanma istilikləri məsələsi var. Reaksiyanın istilik effekti reaksiyada olandır. Məsələn, plus neçə yazırsa, belə deyək, qısacası. Əmələ gəlmə istiliyində bəsit maddələrdən əmələ gələrsə, əmələ gələn maddənin əmsalına bölürdük reaksiyanın istilik effektini. Yanma istiliyində də reaksiyanın istilik effektini yanan maddənin, yəni oksigenlə reaksiyaya girən maddənin yanma reaksiyalarında təbii ki, əmsalına bölürdük. Birinci testdən davam edirik. Termokimyəvi tənlik, yəni Q olan, istilik miqdarı olan tənlikdir. O da A variantıdır, çünki bu digərlərində yoxdur. İkincidə 8 qram hidrogenin yanması, yanan zaman Q kilojul istiliyi ayırmış. Hidrogenin yanma istiliyini hesablayın. Yanma istiliyi biz bilirik ki, söhbət H2-dən gedir, maddədən gedir, 1 moluna görədir. Yəni 2 qramına görə. 2 qrama yanma istiliyi soruşur. X deyəcəm. Bizdə 8 qrama da verib Q. Buradan X da tapanda X bərabərdir. Olacaq Q bölünsün 4. Cavabımız Y variantı. Üçüncü testdə reaksiyanın istilik effekti Q'dur. Yəni burada bir plus Q'muz var. PKO5-in əmələ gəlmə istiliyini. Deməli, PKO5-in əmələ gəlmə istiliyini tapmaq üçün burada bəsit maddələrdən əmələ gəlib, ona görə də Q'nu əmələ gələn maddənin əmsalına bölürük. Yəni burada Q bölünsün 2 olacaq. 2-də 1 Q, cavab Y variantı. Dördüncü sualda dəmirin yanma istiliyini Q verib bizə və feryum 3O4-ün əmələ gəlmə istiliyini tapırıq. Təbii ki, dəmiri yandırsaq alınacaq deyir feryum 3O4. Əmsal dəmirə 3 yazırıq, bura 2 yazırıq. Bir də plus bir X desəm, bir A kilojol desəm. Çünki Q burada verib. Baxın, dəmirin yanma istiliyi Q'dur. Q nəyə bərabərdir burada? Q bərabərdir A bölü 3. Q yanma. Q əmələ gəlmə nəyə bərabərdir? Elə A-ya. Buradan görünür ki, əmələ gəlmə istiliyi yanma istiliyindən 3 vahid çoxdur. Və yanma istiliyini Q verdiyinə görə əmələ gəlmə istiliyi olacaq 3Q. Yəni cavabımız B variantı. 5-də Q 3-ün nə doğrudur? Burada reaksiyada verilmiş Q-dan gedir söhbət. Reaksiyanın istilik effekti, bəli, burada verilibsə istilik effekti. Kalsium yanma istiliyi deyil. Kalsium oksidin əmələ gəlmə istiliyi də deyil. Çünki kalsium yanma istiliyini tapmaq üçün Q-nu 2-yə bölməliyəm. Kalsium oksidin əmələ gəlməsini tapmaq üçün Q-nu 2-yə bölməliyim. Ona cavab yalnız bir Y variantı. 6-da H2 üstəgəl O2 H2O üstəgəl 572 kilojol reaksiya üçün hansı ifadə doğrudur? Təbii ki, 2 maddə birləşib, 1 maddə əmələ gətirib birləşmə reaksiyası. İstiliyi ayrılır, bəli. Burada üstəgəl Q var. Bəsit maddə alınmayıb, bax, su alınıb, suda mürəkkəb maddə. Cavabımız 1-2 C variantı. 7-də karbon dioksidin əmələ gəlmə istiliyini əks etdirən reaksiya. Əmələ gəlmə istiliyi nə idi? 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmələ gələn zaman ayrılan istilik miqdarına. Deməli, karbon dioksid alınmalıdır, karbon qazı alınmalıdır və sol tərəfdə bəsitlər olmalıdır. Cavabımız A variantı. Yəni, burada heç karbon qazı alınmır, burada alınmır. Burada tək karbon qazı alınmır da, yəni fərqli maddələr də alınır. Ona görə biz burada əmələ gəlmə istiliyindən burada bu Q tək bunlara birinə aid deyil. Burada da karbon qazı alınmayıb. Ona görə cavabımız A variantı. 8-də CH4-ün əmələ gəlmə istiliyini əks etdirən yenə CH4 alınmalıdır. Bəsit maddələrdə alınmalıdır. A, B və C-də elə bir şey yoxdur. Təbii ki, keçəcəyik digər səhifəyə və bu səhifədə də cavabımız olacaq. Burada Y variantı. Bəsit maddələrdən alınır. Mürəkkəb maddə belə. 9-cu sual. 1 mol hidrogenin tam yanması zamanı 242 kilojol istiliyi ayrılırdı. 1210 kilojol istilik almaq üçün neçə mol hidrogen
lazımdır. Təbii ki, reaksiyada deyir ki, 1 mola 242 isə 1210-a da x-dır. Təbii ki, buradan görünür ki, bu 5 dəfə çox olacaq. Yəni x eləyəcək 5 mol. Və ya 1210-u 242-yə böləndə eləyir 5. 10-cu sual. 5 mol hidrogeni yanması zamanı 1210 kilojoule istiliyə ayrılırsa 1 mol bayaq bunun tərsidir. Bu da buradan olacaq 242. 11-ci sual. Eksotermik və endotermik. Eksotermik üstə gəl Q, endotermik çıxılsın Q. Və yaxud da eksotermik Q böyükdür 0-dan. Bu eksodur, bu endo. Baxaq, birinci reaksiya, parçalanma reaksiyalar endodur. Yəni, bir getdi bura. Birləşmə reaksiyası və yanma eksodur, 2 getdi bura. 3 parçalanma endodur. Bu getdi artıq, 3'lər var burada. Birləşmə və yanma var, 4 eksodur. 5-də birləşmə reaksiyasıdır. Birləşmə reaksiyası eksotermik reaksiyadır, plus Q'dur. Deməli, 5-də plus Q'dur, 6. Bu minusdur, bu istisna reaksiyasıdır. Cavab onda olacaq 2, 4, 5, 1, 3, 6 bizim cavabımız. 12'də də bu minus Q'dur, bu parçalanma əksi nədir? Plus Q'dur. Bu parçalanma minus Q'dur. Bu birləşmə plus Q'dur. Bu parçalanma minus Q'dur. Bu birləşmə plus Q'dur. Deməli, bu bir plus Q'dur. Bu minus Q'dur. Plus olanlar 2, 4, 6. 2, 4, 6, 1, 3, 5'də minus Q'dur. 13-cü sual. Hansı reaksiya eksotermikdir? Deməli, biz demişdik ki, əksər birləşmə və bütün yanma reaksiyaları eksotermikdir. Y variantı. Həm birləşmə, həm yanmadır. Ekso, bunlar parçalanmadır. Parçalanma endotermikdir. 14-cü sual. Hansı reaksiya endotermikdir? Biz dedik parçalanma reaksiyaları, əksər parçalanma reaksiyaları endotermikdir. Cavabımız D variantı. 15. Kimya təyin əsasən C2H4-ün yanma istiliyini. Yanan C2H4-dür. İstilik effekt. Q yanma istilik effektini 1412-ni yanan maddənin əmsalını 1-ə böləcəm. Elə 1412 eləyəcək. Cavabımız C variantı. 16. Hansı reaksiya istilik effekti yanma istiliyinə bərabərdir? Yəni bu demək istəyir ki, yanan maddənin əmsalı 1 olmalıdır. Yanma istiliyi, bəli, burada Q 500 böl 2 olacaq. 500 və 200 olmayacaq. Burada da əmsal var, olmayacaq. Burada da əmsal olmayacaq. Cavabımız D variantı. Çünki bax, burada yanan maddə C3H8-dir, propandır. Bunu yanma için tapmaq üçün 1200-ü böləcəm 1-ə. Belə. 17. Hansı reaksiya istilik effekti yanma istilinə bərabər deyil deyil A variantı. Çünki Q böl 2 olacaq yanma. Yanan maddənin əmsalında 2 var. Burada görürsünüz, hamısında 1 var. Elə 1-ə böləcəm, elə Q eləyəcək. 18-ci sual. Hansı ifadə doğrudur? Deyir. Reaksiyanın istilik effekti həmişə yanma istilinə bərabər olmur. Ola da bilər, olmaya da bilər. Əgər əmsal 1-dirsə olacaq. Birdən fərqlisi də olmayacaq. Eksotermik reaksiya istilik ayrılır. Bəli, plus Q-dur. İstilik ayrılması ilə gedən reaksiyalardır. Bütün metallar oksigenlə yanmır. Məsələn, gümüş yanmır. Qızıl yanmır. Cavab yalnız 2 B variantı. 19-cu sual. Reaksiya ilə bəs maddənin yanma istiliyi arasında uyğunluğu müəyyən edir. Yanma istiliyi. Bax, burada 2Q böl 3 olacaq burada. Yanma istiliyi. Qarşısından yazın. 2Q böl 3. 1'ə. 2Q böl 3. 4 olacaq 1'ə. Çünki reaksiyanın istilik effekti 2Q'dur. Yananda əmsalı 3'dür. Gəldik bura. Burada Q'dur. Q böl 4 olacaq burada. 5 yazacağım bura. Burada 3Q böl 2'dir. Reaksiyan 3Q'dur. 3Q böl 2'dir. Yəni 3'dür. Burada da elə Q'dur. Yəni 2'dir. 4, 5, 3, 2. Yəni cavab A variantı. 20'yə baxırıq. Reaksiya ilə bəsit maddənin yanma istiliyi arasında uyğunluğu. Buna oxşar sualdır. Gəlin baxaq. Burada 3Q böl 4 olacaq. Yəni bura 3Q böl 4, 5 getdi 1'ə.
Burada 4Q böl 4, yani Q 2 getdi 2'yə. Burada Q böl 2, Q böl 2, yani burada 3 getdi bura. Burada da elə 2Q'ya bərabərdir 1. Yani 2Q böl 1. 5Q 3 1. 5Q 3 1 cevabımız D variantı. 21. sual. Magnezyumla oksigenlə yanma reaksiyasının tənliyini reaksiya üçün nə doğru deyil deyir. Bəli, plus Q eksotermik reaksiyadır. Bu doğrudur, məndən doğru olmayanı soruşur. Yəqin ki, bunu cavab kimi götürməyəcəm mən. Doğrudur çünkü. Eksotermik reaksiyadır. Bu da bir dəqiqə. Burada yüngülvari səhv elədik. Endotermik reaksiyadır. Bunu götürəcəm. Doğru deyil çünkü eksodur. Əmələ gəlməsi Q böl 2'dir. Bəli, əmsal 2 bu da doğrudur. Götürməyəcəm. Yanma üsulü Q değil. Çünkü magnezyum əmsalında 2 var. Yanma Q böl 2 olacaq. Cavab 1, 4, D variantı. 22. Euler Venn diaqramına uyğun bəndləri müəyyən. Buradan alınır NO. Buradan alınır H2O. Burada da 2 var. Bu minus Q'dur. Bu plus Q'dur. Eksotermik reaksiya aiddir 2'yə. 1 getdi 2'yə. Endotermik reaksiya aiddir 1'ə. 2 getdi 1'ə. Birləşmə reaksiyası hər ikisidir. 3 getdi 3'ə. Oksidləşmə reduksiya reaksiyasıdır. İkisində də bəsit maddə var. İkisində də oksidləşmə dərəcəsi dəyişib. Ona görə 4 də getdi ortaya. 3'ə yəni. Cavab A variantı. 1'ə 2, 2'ə 1. Burada 1, 3, 2'ni, yani bunu biraz dikkatli olun. Bu formada verirlər. Bu təzə formatda. Yani yerlərini qarışdırmayın. Bu cavabda 1, 2 ardıcıldır. Burada fərqlidir. 3 ortadadır. 23. Euler Venn diaqramına uyğun olaraq müəyyən eləyin. Yanma üsulü Q böl 2, əmələ gəlməsi Q böl 2. Yəni demək istəyir ki, əmələ gələn və alınan maddələrin yanan və əmələ gələn maddənin əmsalları ikisi də 2 olmalıdır. Bunu demək istəyir. Ortaya düşəndə daha doğrusu. Qoy baxaq 1-1. 1-də əmələ gəlmə istiliyi Q böl 2'dir. Əmələ gəlmə əmsalında 2 var. Amma yanma Q böl 4'dür. Ona görə 1 getdi əmələ gəlmə istiliyinə 2'yə. Burada həm əmələ gəlmə Q böl 2'dir, həm yanma Q böl 2'dir. Çünki ikisində də əmsalda 2 var. 2 getdi 3'ə. 3'də biz əmələ gəlmə istiliyini tapa bilməyəcəyik buradan. Burada sadəcə yanma var. Çünki əmələ gəlmə istiliyini tapanda, yəni əmələ gəlmə biz Q'nu 2'yə bunu bölmək üçün bu tərəf bəsit olmalı. Burada mürəkkəb var. Ona görə olmayacaq. Deməli, burada sadəcə yanmanı tapa bilərsən. Yanmada yəni şərt yoxdur. Bəsit olsun, mürəkkəb olsun. Q böl 2 yəni yanmaya aiddir. 1'ə 3, 2'yə 1. 3'ü burada ortada veriblər. Baxın, burada biraz diqqətli olmaq lazım. Burada 2'ni ikinci veriblər. Burada baxın 3 ortada veriblər. 3, 2, 1. Eyni ardıcıllıqla verib. 24. sual. Suyun əmələ gəlmə istiliyi 286 kilojoule bölünsün mol olarsa hidrogenin yanma istiliyi. Baxın, reaksiyada su və hidrogenin mol sayıları bilirik ki, bir-birinə bərabərdir. Yəni burada suyun əmələ gəlməsi 286-dırsa, deməli reaksiyanın istilik efi 572'dir. Niyə? Çünki suyun əmsalında reaksiyada 2 var. Mən 2'yə bölüb 286 tapmışam. Yəni 286 2'yə vurmalıyam ki, reaksiyanın istilik effekti tapılsın. Hidrogenin yanma üstülüyündə buradan da Q yanmada təzədən 572'ni 2'yə böləcəm. O 286 və yaxud da belə də tapa bilərsiniz. Yanan maddənin əmsalı 2'də, əmələ gələn maddənin əmsalı 2'dir. Deməli, əmələ gəlmə istiliyi ilə yanma istiliyi bir-birinə bərabər olacaq. Cavabımız 286. 25. sual. Mayədən buxara qaynama. Burada Q1 sıfırdan kiçikdir. Çünki endotermik reaksiyadır. Minus Q'dur bu. Buxardan maye kondensasiyadır. Bu sıfırdan böyükdür kondensasiya. Yəni plus Q'dur bu. Mayədən bərkə bu da sıfırdan böyükdür. Bu da üstəgəl Q'dur. Gələk cavablara. Q1 çıxılsın Q2. Mənfidən müsbəti çıxanda yenə cavab mənfi olacaqdır. Rezitdən məsələn mənfi 2 çıxılsın müsbət
1, yəni mənfi 3 edir. Cavab istənilən halda mənfi edir burada. 2 təbii ki 1-in əksidir, olmayacaq. Q3 çıxılsın Q1. Q3 böyükdür, müsbətdir. Bu mənfidir. Müsbətdən mənfini çıxanda o da müsbətə gedəcək. Məsələn, tutaq ki, müsbət 4-dən çıxıram mənfi 3-ü. Məsəl üçün deyirəm də. Bu da eləyib ki, 2 dənə mənfi üstə gəl, müsbət 7, yəni müsbət olacaq. Cavab 1-3-dür. C variantı. 26-cı sual. Fotosintez reaksiyası verib, nədir o? Reaksiya endotermikdir, bəli, burada mənfi görsənir. Glikozanın yanma reaksiya istilik effekti 2840. Gəlin baxaq, bunu tərsinə çevirsəm yanma olacaq uşaq. Bax, bu tərəf bunu sola yazsam, sola keçirsəm, bunu sağa keçirsəm, yerlərini dəyişsəm, işarə də dəyişir, plus olur və həmin reaksiyada glikozanın yanma reaksiyası olur. Glikozadan yananda əmsal 1-dir, ona görə əksi 2840 olacaq. Yanma reaksiya yanma ümumiyyətcə mənfi olmur. Yanma reaksiyanın effekti müsbət olur, eksotermikdir. Reaksiya həcm artması ilə getmir. Çünki 6 ikisi də buxar olur. 12-dən 6-ya gəlib. Bir dənə burada oksigen var. Çünki bu bərkdir. Yəni reaksiyanın həcmin azalması ilə gedir. Cavab 1-2 B variantı. 27-ci sual. Hansı sxemada istilik udulur? Yəni minus Q'dur. Bax bu NO, bu birləşmə minus Q'ydu. Bilirik istisna kimi. Bu birləşmə plusdur. Parçalanma minus Q'dur. Birləşmə plus Q'dur. Cavab 1 ilə 3 olacaq. 28. Hansı reaksiyalar zamanı istilik ayrılır deyir. Azot monoksidi NO bilirik biz. Parçalanması da N2 üstə gəl. Düz parçalanmalara biz endotermik demişik, amma bu istisna eksoydu. İstilik ayrılır. Biri götürəcəm. Azotla hidrogen N2 üstə gəl H2. Bəli, bu birləşmə reaksiyası plus Q'dur. Azotla oksigen reaksiyası N2 ilə birləşmədir, amma biz bunu endotermik demişik. Olmayacaq. 2-ni götürəcəm. Əhəng daşının parçalanma, yəni parçalanma reaksiyaları eksotermik yox, endotermik olur. Çıxılsın Q, cavab 1 ilə 2. 29. Əmələ gəlmə reaksiyanın istilik effektinə bərabər. Buradan demək istəyir ki, əmələ gələn maddənin əmsalı 1-dir demək istəyir. Bu 1 olacaq. Q böl 1. Burada 2 var. Olmayacaq. Q böl 2 olacaq. Bir-birinə bərabər. Burada da 1 var. Olacaq. Burada 2 var. Əmələ gəlmə Q böl 2 olacaq. Cavab 1 ilə 3. 30-cu sual. N2 hansı mərhələdə eksotermik reaksiya baş verir? Birinci reaksiya endodur. Çünki bu birləşmənin biz bir dənə bunu demişdik ki, bu endodur. Hə, bu parçalanma eksodur demişdik. 2 düzdür, əksidir bunlar bir-birinin. Suyun alınma reaksiyası birləşmədir, plus Q'dur. Elektroliz prosesi uşaqlar. Elektroliz, bilmirəm, elektroliz eləmisiniz, eləməmisiniz, yəni və yaxud da şahidə olmusunuz. Elektroliz proseslərində istilik ayrılır. Yəni orada elektroliz prosesi eləyəndə elektroliz aparan qab isinir. Cavab 2 ilə 2, 3, 5 olacaq. 2, 3, 4 olacaq. Hə, burada çox üzr istəyirəm. Bu 4 səhvdir. Suyun elektrolizidir. Mən ümumi elektroliz kimi başa düşmüşəm. Suyun elektrolizi parçalanma reaksiyadır. Bu endotermikdir. Cavab 2 ilə 3 olacaq. 31-ci sual. Reaksiyası neçə litr hidrogen sulfit yandıqda 3600 kilojul istilik ayrılır. Vəssalam 3600'e yazacağım X yandıqda. Normalda reaksiyada 44.8 litrdir yanan H2S. 1200 də budur. Buradan da uşaqlar, buradan 3 dəfə çox olur da. Elə bir ki bu X də eləyəcək. Buradan hesab 134.4 litr. Gəldik 32-ci suala. 22,4 litr metan yandıqda 9 kilojul istilik ayrılır. Yəni 22,4 litr 1 moldur. 1 mola 900'dür. Bizə deyir ki 3600 istilik əlamət neçə mol metan X. O da ondan 4 dəfə çoxdur. 3600'ü 900'e bölünə 4'e. X də bərabər 4 mol. Cavabımız 4. 33. 22,4 litr hidrogen yandıqda 286 kilojul istilik ayrılır. 1330
2 mol hidrogen. Yenə 1 mola 286-dırsa 1430-a da x düşalar. Buradan da x səhv eləmirəmsə eləyir 5 mol. Otuz dördüncü sual. 34'te bizə nə deyir? Deməli, kalsiyumun yanma reaksiyasını yazacağım. Kalsiyum oksidi alınacaq 2 mol, 2 mol. Əmələ gəlmək istəyim. Biz də hələ bir Q-nu tapaq, istilik effektini. Deməli, 8 qrama nə qədərdir? 127 kilojoldur. Bizdə 2 vur 40'dır. 80'a da x-dır. X da buradan 10 vahid çox 1270. Yəni reaksiyanın istilik effekti Q'muz 1270. Bizdən amma kalsiyum oksidinin əmələ gəlmə istiyini soruşur x. Buradan da 1270'i böləcəyik 2'yə. Kalsiyum oksidinin əmsalında 2 var. O yüzden 635 kilojol. Burada da uyğunluğu müəyyən Q reaksiyan istiliyi, yanma istiliyi. Bax burada A variantında bunlara plus Q, plus Q, plus Q, plus Q, plus Q yazsam. Burada Q böl 4 olacaq. Yəni A getdi 3'ə. Buradan Q böl 2 olacaq. B getdi 2'yə. Burada elə Q olacaq. C getdi bura. Burada Q böl 2 olacaq. D. Bura getdi. Burada da Q böl 4. Y də bura. C, Y, B, D, A. Yəni reaksiyanın istilik effektini yanan maddənin, oksigende yanan maddənin, oksigenlə bu reaksiyalarda reaksiyaya girən maddənin əmsalına bölürük. Gəldik 36-cı sual. Termokimyəvi mürəkkəb maddə əmələ gəlmə istəyini. Gəlin baxaq. Burada 3200'ü böləcəksən 2'yə. Yəni 1600. A getdi bura. Burada 1300'ü böləcəksən 2'yə. O da eləyəcək 650. B getdi 1'ə. Burada 3000'i böləcəksən 2'yə. 1500. C getdi bura. Burada 288 eləyəcək. Elə yoxdur cavablarda. Burada da 400 eləyəcək. Cavablarda elə bir rəqəm yoxdur. Cavab B, C, A. 37-ci sual. Fosfordur. Kütləsi 31'dir. Tam yanma zamanı ayrılan istilik miqdarı N deyir. İndi biz burada fosforun yanma reaksiyasının istilik effektini baxmalıyıq. P2O5 və burada 2'dir, 5'dir, 4'dür. Üstə gəl Q yazdım. İstilik effekti. Amma mənə deyir ki 31'ə N'dir. Yaxşı, 4 vur 31'ə nə olacaq? Q olacaq. Buradan Q da bərabərdir 4N. Reaksiyanın istilik effekti 4N'dir. Yəni 1'ə getdi B. Fosforun yanma istiliyi. Yanma istiliyi fosfor 4'dür əmsalı. İstilik effekti 4N. 4N'i 4'ə böləndə N olacaq. 2'ə getdi A. P2O5'in əmələ gəlmə istiliyi 4. Burada 4N'i 2'ə böləcəm. Q bölünsün 2. Burada D. B, A, D. 38-ci sual. Reaksiya üçün uyğunluğu müəyyən. Reaksiyadan istilik effekti. Burada Q olacaq. Yəni ki, reaksiyada olan B variantı. Bura B düşür. Alüminium oksid əmələ gəlməsi Q bölünsün. Alüminium oksidin əmsalı 2, yəni D. Alüminium yanma istiliyi burada bax 4 var alüminium əmsalında. Q böl 4, yəni A. B, D, A. Mövzumuz bu qədər. Təşəkkürlər. Bu videonu bəyənməyi unutmayın, paylaşın, dəstək olun. Yəni siz bir bəyənmə eləməklə sizdən heç nə getmir. Öncədən təşəkkürlər. Çox sağ olun.